sakladım kurbana tohi. Onu bilişti ele giden emi. Они идут. Кто там? Azerbaycanцы. Avtoşluqla maşın sürmə sənətini bir tərəziyə qoymaq lazımdır. Nədir o? Avtoş siz nə edirsiniz vəbşi? Nə sual? Hər kimi sürən olsun. Bu avtoş deyir, bu sürən deməkdir. Bu dəqiqə hamının dilinə bu yayılır. Sürmək başqa şeydir. Zaman gelir geçer kalır bizi, bir vedanla harcadın bizi. Yaşarken öldüm ve döndüm, yalnızlığım anlatır beni. Unutmak öyle kolay mı sandın, kolaysa söyle hemen. Молодые пацаны стали делать себе тачки с приподнятым бакинским передком. Мне очень понравилось это выражение «бакинский передок». Так вот, бакинский передок делал... İstəyirəm bir dənə balaca samolyot olsun. Hər gün samolyotdan fırlanardım şəhərdə. Ben senin ne istediğini biliyorum. Yar ayrı gayrın mı var? Bilemedim sana daha nasıl yaranacağım. Aşkımdan şüphen mi? Sen mi aşık oldun abahtımın karası? Senden uzak çıkıp gidebilmirəm. Bu ayrılığın nəfəsini istəyirəm. Sən dünyam Deyir ki, Allah şəhərdə bir nömrə özüməm, onu nə deyə bilərlər? Deyirdim, nə danışırsan, gətir onu belə qırım, onu elə qırım. Onu mən özümə yedirmirdim. Məni kimsə desə ki, birdən ki, sən sürmədin, sən sürə bilmirsən, mən öyrədim, mənim üçün ən ayıb bir şeydir bu. Nə qədər yaxşı sürəndə olsan, pis sürəndə olsan, orada paxıllıq deyilən bir şey var da. Yəni sən özündən başqa heç kimi